Salam. Deyimi Test Bankı 2-ci hissə mürəkkəb adlar və onların yazılışı mövzusunun izahını keçirik. Demək, başlayaq birinci sualdan. Hansı mürəkkəb addır? Mürəkkəb ad hansıdır? Mürəkkəb ad birincisi ayrı yazılması lazımdır. Yəni, mürəkkəb ad nə şəkildə olur? Söz birləşməsi şəklində olur. Burada da söz birləşməsi şəklində olan bir dənə sözümüz var. Olacaq C variantı qızqalası. İkinci sualda mürəkkəb adları müəyyən edin. Yenə deyirik, mürəkkəb adlar söz birləşməsi şəklində olmalıdır. Ona görə gəlin bitişik yazılanları çıxaq. Məsələn, B variantı, görürsünüz bitişik yazılıb. Demək, bu variant ola bilməz. D variantında defisitlə və yaxud da bitişik yazılıb. Demək, D variantı da ola bilməz. E variantında günə baxan da bitişik yazılıb. Y variantı da deyil. Qaldı A və C variantı. Əlbəttə ki, C variantıdır. Çünki A variantında mürəkkəb adlara nə daxildir? Ölkə, respublika, ad, soyad, təxəllüs, idarə, təşkilat və s. daxildir. Ona görə cavab olacaq C variantı. Sonra üçüncü sualda mürəkkəb ad hansıdır? Yenə də deyirəm, mürəkkəb ad söz birləşməsi şəklində olmalıdır. Yəni, ayrı yazılması lazımdır. Ona görə cavabımız olacaq D variantı. Biri mürəkkəb ad deyil. Mürəkkəb ad nələr daxil edir? İdarə, təşkilat, komitə, partiya, ad, soyad, təxəllüs, coğrafi adlar, sonra bayramlar, tarixi günlər və s. daxil edir. Biri mürəkkəb ad deyil, əlbəttə cavabımız olacaq A variantı. Niyə A variantı? Gəlin o birlərinə baxaq. Bakı Dövlət Universiteti İdarə Təşkilatdır, mürəkkəb addır. Novruz bayramı, bayram adları mürəkkəb addır. Milli Dirçəliş günü, tarixi günlər mürəkkəb addır. Xəzər dənizi yenə coğrafi addır, mürəkkəb addır. Dördüncü sualda oldu cavabımız A variantı. Biri mürəkkəb adlara daxil edilə bilməz. Qurban bayramı mürəkkəb addır. Bakı Dövlət Universiteti mürəkkəb addır. Təbii ki, C variantıdır. Təkrarən deyirəm, mürəkkəb adlar söz birləşməsi şəklində işlənməlidir. Yəni, mütləq ayrı yazılması lazımdır. Amma ağdadaş bitişik yazılmışdır. 6-cı sualda mürəkkəb adların birinin yazılışı səhvdir. Azərbaycan Yazıçılar Birliyi İdarə Təşkilat adıdır. İdarə Təşkilat adlarında köməkçi sözlərdən başqa hamısı böyük hərflə yazılır. Köməkçi sözlər də hansılardır? Üzrə, məsələn, demin əvvəlki adı nə idi? Tələbə qəbulu üzrə Dövlət Komissiyası üzrə kiçiklə yazılırdı. Və, məsələn, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi. Burada idarə təşkilat da hamısı böyük hərflə yazılacaq, amma və köməkçi söz olduğuna görə kiçik hərflə yazılır. Sonra bura daxildir adına sözü. Məsələn, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı idarə təşkilat adıdır. İdarə təşkilat olanda tərkibindəki sözlərin hamısı böyük hərflə yazılır, amma adına kiçik yazılır. Yəni, mürəkkəb adlarda İdarə təşkilat adları tərkibindəki sözlərin hamısı böyük hərflə yazılır. Ona görə Azərbaycan Yazıçılar Birliyi doğru yazılmışdır. Dağüstü Park, demək, Dağüstü Park da doğrudur. Park sözü kiçiklə yazılır. Azərbaycan Dövlət Mükafatı laureatı, bunun da yazılışında səhv yoxdur. Cavabımız olacaq D variantı. Niyə? Çünki Nəsimi rayon təhsil şöbəsi idarə təşkilatdır. İdarə təşkilat bilirsiniz nədir? Yəni, mən ora gedib işləyə bilirəm də, mənim bu iş yerimdir. Bunlar idarə təşkilatdır. Nəsimi rayon təhsil şöbəsi də idarədir və tərkibindəki sözlərin hamısı böyük hərflə yazılmalıydı. Bakı yarımadası, burada da səhvlik yoxdur, doğru yazılmışdır. Keçdik 7-ci suala. Mürəkkəb adlardan hansının yazılışında səhvə yol verilmişdir? Bakı Dövlət Universiteti idarə təşkilat olduğuna görə universitet böyüklə yazılmalıydı. Biri 1. 20 yanvar, demək bizim qaydamız nə idi? Rəqəmlə olan tarixi günlərdə 20 yanvar, məsələn, 20-ni rəqəmlə yazırıqsa, yanvar böyük yazılır buradakı kimi. Amma 20-ni sözlə yazsaydıq, 20 yanvar, 20-ni sözlə yazırıqsa, 20-ni böyük hərflə yazırıq, artıq yanvar sözünü kiçik hərflə yazırıq. Yəni, burada doğru yazılmışdır. Azərbaycan Respublikası Elmlər Akademiyası İdarə Təşkilat hamısı böyüklə yazılır. Bu da doğrudur. Gəlin 2-ləri çıxaq, 3-ləri çıxırıq.
Azərbaycan Respublikasının əməkdar müəllimi. Burada şagirdlər müəllim sözü kiçiklə yazılmalıdır. Burada onu fərqləndirən xüsusiyyət nədir? Əməkdar müəllim olması. Azərbaycan Respublikasının əməkdar böyük olmalı idi, müəllimi kiçik olmalı idi. 28 may, baxın yuxarıda 20 yanvarı necə yazmışam. Hərflə yazırıqsa artıq ay sözü, ayı kiçik hərflə yazmalıyıq. Yəni may ayında may sözü kiçik hərflə yazılmalı idi. Amerika Birləşmiş Ştatları da burada da ölkə adı olduğuna görə doğru yazılmışdır. Ona görə cavab olacaq 1, 4, 5, yəni hansı variant olacaq? E variantı. Mürəkkəb adla ifadə olunmuş ismi birləşmə işlənən cümləni müəyyən edin. Ümumiyyətlə, mürəkkəb ad ismi birləşmədir də. Yəni, bunu xüsusi deməyə ehtiyac yoxdur ki, mürəkkəb adla ifadə olunmuş ismi birləşmə. Yəni, bu başlıq sizi çaşdırmasın. Elə ismi birləşmə, çünki biz mürəkkəb adda nə deyirik? Deyirik, mürəkkəb adlar söz birləşməsi şəklində olur. Burada da feil olmur, adətən ismi birləşmə olur. Ona görə də burada olacaq cavabımız Məhəmməd Füzuli. Ad, soyad, təxəllüs, nisbə bunlar mürəkkəb ada daxildir. 9-cu sualda hansı mürəkkəb adın yazılışı düzgündür? Orta paleolit dövrü. Baxın, tarixi dövrlər, tarixi dövrdə belə deyək. Burada dövrün adı böyük hərflə yazılmalıdır. Dövr sözü kiçiklə yazılır. Amma dövrün adı nədir? Orta paleolit. Paleoliti böyük hərflə yazmalıydıq. Azərbaycan Respublikası Nazirlər Kabineti, bəli, idarə təşkilatdır. Hamısı doğru yazılmışdır. Keçdik niyə digərləri deyil? C variantında Nəsimi adına Dilçilik İnstitutu. Nədir bu? İdarə təşkilatdır da, düzdürmü? İnstitut niyə kiçik hərflə yazılsın ki? Axı, hamısı böyük yazılırdı idarə təşkilatda. Nəyi çıxmaqla? Köməkçi sözləri. Bayaq saydım. Köməkçi sözlər hansılar idi? Üzrə var idi, və var idi. Baxın, burada adına var. Adınanı doğru yazıblar. Köməkçi sözdür. Kiçik hərflə yazılmalıdır. Amma institut böyük hərflə yazılmalıdır. 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü yadınızda qalsın. Əgər hansısa tarixi günün tərkibində günü sözünü görürsünüzsə, müstəqillik günü, beynəlxalq qadınlar günü, günü sözü varsa hamısı böyüklə yazılmalıdır. Yəni həmrəylik də böyüklə yazılmalıydı, günü də böyüklə yazılmalıydı. Ona görə D variantı da deyil. Ağstafa rayon təhsil şöbəsi nədir? Bu idarə təşkilat. İdarə təşkilatdırsa, köməkçi sözləri çıxmaqla tərkibindəki sözlərin hamısı böyük yazılmalıydı. Yəni burada rayon sözü niyə kiçik yazılıb ki? Rayon da böyük hərflə yazılmalıydı. Sonra davam edirik. Burada demək, 19-cu sualda düzgün cavabımız nə idi? B variantı Azərbaycan Respublikası Nazirlər Kabineti. Keçdik 10-cu suala. Hansı mürəkkəb adın yazılışı səhvdir? Orxon Yenisey kitabələri doğrudur. Azərbaycan Respublikasının Milli Məclisinin sədri. Vəzifə olaraq, bəli, əvvəl belə bir qaydamız var idi. Milli Məclisin sədri, baş nazir böyük hərflə yazılır. Amma hal-hazırda o qayda yoxdur. Ancaq Azərbaycan Respublikasının prezidenti olsun böyük hərflə yazılır. Yəni səhvlik var. Cavab B variantıdır. Sədr olmalıydı kiçik hərflə. Digər variantlarımıza da baxırıq. Azərbaycan Teleqraf Agentliyi, yenə deyirik, idarə təşkilat adlarında tərkibindəki sözlər hamısı böyük yazılır. Hardan bilirəm idarə təşkilatdır? İş yeridir, yəni idarədir. Mən gedirəm, ora mənim iş yerimdirsə, burada mən məsələn Teleqraf Agentliyində işləyə bilərəm də, düzdürmü? Bu idarə təşkilat adıdır. Onda hamısını böyüklə yazırıq, köməkçi sözləri çıxmaqla. Nə oldu köməkçi sözlər? Üzrə sözü, adına sözü, və sözü, bəzən ola bilər üçün sözü və s. Orta paleolit dövrü, dövr sözü düzgün yazılmışdı. Məsələn, 9-un A variantında səhv idi. Niyə? Çünki paleolit 2 hərflə yazılmışdı. Amma burada doğrudur. Bakı şəhər icra hakimiyyəti də idarə təşkilatdır. Demək, tərkibindəki sözlərin hamısı böyük hərflə yazılacaq. 10-cu sualda olacaq cavabımız B variantı.